Yaşlısınız inşallah. İnşallah yaşayan kardeşlerim yaxşı olsun inşallah. Azerbaycan Belediyeler Birliği Genel Sekreterimiz Sayın Ali Akbarlı Bey şu anda program konuğumuz. Hoş geldiniz Ali Bey. Hoş gününüzün olsun, hoş gördük. Ali Bey, şöyle Azerbaycan'la alakalı genel bir bilgiyle başlayabilir miyiz? Sizden dinleyebilir miyiz? Azerbaycan'da ekonomi nasıl, tarım durumu nasıl, havalar nasıl? Azerbaycan hakkında genel bir bilgi verir misiniz takipçilerimize? Hepinizi salamlayıram, sevimli kardeşlerim. Azerbaycan'da şu anda hava bir qədər soyuq, eynən İstanbul'daki kimi. Dünən burada qar yağmış, bugün de biraz var. Bakıda rayonlarda daha çok qar yağış yağmış. Temperatura sıfır ətrafında 5 derece, minus 5 derece bu intervalda oynuyor. Ben önce teşekkür edirəm Sayın Uğur Bey'e, bizim değerli başkanımız, TDB Başkanı ve Konya Büyükşehir Belediyesi'nin başkanı. Aynı zamanda teşekkür edirəm bizim Erzurum Büyükşehir Belediyesi'nin başkanı Mehmet Sekmen'e. Biz Eylül ayında orada 2-4 Eylül'de büyük bir tarım kongresinde, beynəlxalq kongresinde buldu. Bu dəvətə görə və orada yaratdığı şəraitə görə öz dərin təşəkkürümü bildirirəm hər iki başkanımıza. Təbii ki, Azərbaycanda hal-hazırda kənd təsərrüfatı ilə bağlı bizim orada bilgilerimiz çok önemli oldu. Çünkü ələxüsus şəhər bələdiyələrinin şəhər əhalisinin ərzaq programında, ərzaqla təchizatında olan rolu, şəhər bələdiyələrinin yarattığı heyvan pazarı bize çok önemli oldu Erzurum'da. Ve biz bu təcrübədən təbii ki, yararlanmaq istəyirik. Azərbaycanda kənd təsərrüfatı üçün əlverişli şərait var, bilirsiniz. Biz orada olanda bildik ki Erzurum çok, İstanbul'un çok yüksek bir, en fazla yüksek bir 2000 metre kadar yükseklikte olan bir şehri. Azerbaycan'da bile yükseklikler çok az ama ələxüsus kənd təsərrüfatı üçün yararlı sahalar nisbətən aşağı səviyyədə yerləşir. Amma bizim ölkədə nefti çıxmaq şərti ilə, petrolu çıxmaq şərti ilə Azərbaycan zaten agrar bir ülke. Azərbaycanda pambıqçılıq, çayçılıq, tərəvəzçilik, meyvə, zaten quşçuluq və bir çox ərzaqla özünü təmin edə bilir. Burada təbii ki, belediyelerin de rolu var. Azərbaycan bu tarım proseslərində belediyeler əsasən kənd belediyeleri, yani biz ilçe belediyeleri bu proseslerde daha çok iştirak edir. Çünkü böyük şehir belediyeleri nispeten o agrar problemlerle məşğul olmuyor. Burada devlet programı var, ümumi bir təchizat var. Ama ilçe belediyeleri, kənarda yerləşən belediyeler bu proseslerde iştirak edirlər. Torpaq, indi biz torpaq tarım deyiriz də, torpaqların icarə verilməsi, sahibkarlara verilməsində iştirak edirlər. Onları daha uygun şərtlərlə icarəyə verirlər kənd təsərrüfatı məhsullarının əkilməsi üçün. Bağçılıq sahəsi daha çox inkişaf edib Azərbaycanda. Fındıqçılıq, meyvə tərəvəz. Bu sahalar əsasən bizim yerli özünü yönetim organlarının belediyeler bu sahada iştirak edirlər. Eyni zamanda belediyelerin özel təsərrüfatları da var bu sahada. Yani belediyeler öz mülkiyyətində olan torpaqlarda müəyyən bir kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olurlar. Heyvandarlıqla məşğul olurlar. Örüş yerləri, otlaq yerləri, ayrılan yerlərdə buna məşğul ola bilirlər. Ümumilikdə etiraf edək ki, belediyelerin agrar sektorda payı bizim kardeş Türkiye kadar çok değil ama müəyyən mənada iştirakları var.
Biz bilirsiniz bizdə reformalar gedir, bələdiyyənin inkişafı ilə bağlı idarə etmə strukturlarında reformalar gedir. Əminik ki, gələcəkdə bu inkişaf edəcək, daha yüksək bir səviyyəyə gələcək. Amma biz qardaş Türkiyənin təcrübəsindən təbii ki, həmişə yararlanırıq. Son konqresdə, beynəlxalq konqresdə olduğumuz, əldə etdiyimiz təcrübə, bilgiləri burada bələdiyyələr arasında bir assosiasiya olaraq, bələdiyyə birliyi olaraq paylaşıyoruz və bu təbii ki, gələcəkdə müsbət bir nəticənin verilməsində mühüm rol oynayacaq. Ne güzel Ali Bey, çok teşekkür ederiz. Ali Bey, birlik hakkında da bilgi verebilir misiniz? Azerbaycan Belediyeler Birliği'nin kaç üye belediyesi var? Bizim burada Türkiye Belediyeler Birliği gibi onun muadili bir birlik mi? Kısaca o konuda da bilgi alabilir miyiz? Zaten Azerbaycan'da belediyelerin sayı ilk önce çok fazla olmuş. 2000'den yukarı. Son reformalardan sonra bir neçə dəfə birləşmə prosesi oldu. Kiçik zəif bələdiyyələrin birləşməsi. Şu anda Azərbaycanda bələdiyyələrin sayı 685. 685 bələdiyyə. Biz Türkiyə təcrübəsindən də burada istifadə elədik. Hər 100 min nəfər düşən bələdiyyələrin sayını ümumi optimallaşdırdıq və keçən sənə bələdiyyələrin birləşməsi prosesi qanunvericilik səviyyəsində həyata keçirildi və hal-hazırda 685 bələdiyyə, onların 74'ü şəhər bələdiyyəsi, 98'i bizdə kasaba deyilən bir şey var. Şəhərlə ilçə arasında kasaba bələdiyyəsi, 513'ü biz kənd deyirik, kiçik bələdiyyələr. Cəmi 685 bələdiyyə. Əsas bələdiyyələr böyük şəhər bələdiyyələridir. Bu böyük şəhər bələdiyyələrinin 7'si Bakıda yerləşir, böyük şəhər bələdiyyələrinin. Yəni bizdə zaten böyük şəhər bələdiyyəsi yox, biz həcminə görə böyük sözünü işlədirik. İnzibati olaraq, rəsmi olaraq böyük şəhər bələdiyyəsi hələ bizdə yox. Məsələn, Bakı böyük şəhər bələdiyyəsi. Bakıda 7 ilçə bələdiyyəsi var, şəhər. Məsələn, Pendik bələdiyyəsi kimi 7 bələdiyyə Bakı şəhərində var. Digərləri kasaba bələdiyyələri, 41'e yaxın. Və bir də ilçələrin mərkəzləri şəhər bələdiyyəsi bizdə. Məsələn, Naxçıvan şəhər bələdiyyəsi, Quba, Lənkəran mərkəzi şəhər bələdiyyəsi bizdə. Və gediyə bu birləşəndən sonra bələdiyyələrin idarə etmə strukturu və ümumiyyətlə idarə etmə səmərəliliyi daha da artmış və bələdiyyələrin maliyyə iqtisadi potensialında da müəyyən bir önemli ilerleyiş elde edilmiştir. Bizim belediyeler, şehir belediyeleri birlikte, bütün belediyeler Azerbaycan Belediyeler Birliği, kent, qəsəbə şəhər belediyeleri, eyni zamanda biz Türk Dünyası Belediyeler Birliği'nin üyesi, daxili ve bizim asosiasiyanın, birliğin sədri Təmraz Tağıyev Türk Dünyası Belediyeler Birliği'nin meclis üyesi, Azerbaycan temsilcisi. Ne güzel. Bu kadar. Ne güzel. Egristiz Uluslararası Tarım Şehirleri Birliği'nde de Ali Bey biz sizin desteklerinizle daha çok Azeri kardeşlerimizi, başkanlarımızı, belediyelerimizi görmek istiyoruz. Çünkü biz iki devlet, bir millet inancına sahip bir uluslararası organizasyonuz. Hem Afrika'da hem Balkanlarda hem de Orta Doğu'da sizinle işbirliği içerisinde, Orta Asya'da programlar yapmayı düşünüyoruz. İnşallah Sayın Başkanımız Uğur İbrahim Altay Bey'in de en kalbi selamlarını bu vesileyle ben size iletmiş oluyorum. Çok teşekkür ediyorum katkılarınızdan dolayı. Teşekkür ederim. Ben de selamları kardeşimiz Uğur Bey'e yetirersiniz. Ve bütün kardeşlerime selamlarımızı yetirersiniz. Çok teşekkür ederiz.